Herkese salamlar dostlar. Bugün Car Simulator 2'ye bugün elə bir şey davam edirik və elə bir ki Car Simulator 2'də söz verdiğim bir dənə maşın var idi. Güncələmə notuna baxım. Dünən bu Foreground olan Cruiser almışdım. Çox sevilmişdi o maşın. Bugün də Gravion olan BMW'yi alırıq. Yəni güncələmə səhv eləmirəmsə bütün hər şeyə baxdıq. Yaxında bu villanın bir dənə videosu gələcək. Ona yaxında ən qısa sürədə baxacağıq. Bir də hemen girim hazır. Girimdən yeni maşınımız alınmış BMW XM. BMW XM alırıq bugün. O maşın əminəm ki gözəl olar, amma ancaq bir baxaq. Fərqləri də görmüş olarıq bəlkə də. Arabalar polis tasla pul çatırıram ne qəşəng. Gedim o maşını alım, pul da çatmış olar. Abi yalnız bu da ne qəşəng maşındır ha. Yəni bu ne qəşəng maşındır ki. Bunun üçün yəni hər şeyi gözləmək olar. Çıxdıq hər yer. Yeni gələn güncələməylə 2 dənə maşın almadım. Bir dənəsini çala bilmirəm. O asil puldur. Amma o digərini ala bilir. O şeydir. Kia Sportage. O 150.000 kriptoyadır da mən hesab olaraq Car Simulator 2'ye vaxtım olmur. Ya fiyat tatilində ama vaxtım olar. Yani yaz tatilindən dəqiq bilmirəm, amma bu imtahanları verəndən sonra var ya da çox güman ki videolarda artırmış olarıq. Buralar biraz baş qarışıqlığı var içimdə. Aynen ne taraflarda yerdə bir yəni girişlər, çıxış var. Türkiyə sokaqlardan elə bir dediyim kimi Türkiyə sokağıdır. Hər yerdən bir sokaq görürsünüz. Buradan da gir. Toyota Çeşir, orada maşınava Toyota Çeşir. Bir də buradakı. Tam nereden baksan yavaş yavaş maşınları almaq üzrə yox. Biraz bu maşınlara oynarsa deməsən ağırlıq verməli yox. Biraz maşınlar almalıyıq bu oyunda. Bu da en kısa sürede o da olar. Ay bak bu galeriden bu 3 tanesini almışam. Bunu aldım. Bunu aldım ne deyim. Hani bunu ala bilməmişəm. Bunu dünən aldım. Bunu əsl puldu. Bunu almadım. Bir de bunu aldım. Buradan en azı bir 4 tane maşın almış. Şahanə olur 5. İşte buradaki bu maşını alım. Oyda. Benim XM'e baxın. Aşağı kaptı bir tane. Bu da çok güzel görünüş. Yeni maşınımız birazdan alınır. Adı da Grav. Oy da bagaja bak. Ha bagaja adam sıxar, bagaja biraz balacaq kimi görsən bu sözümdə. Dəqiq olduğunu bilməm də bir dənə işinə baxım bunun. Oy da içi qəşəngdir yalnız. İçi çox qəşəngdir. Yəni alınacaq maşından. Arxasından da baxım, arxasından. Hamısı çox gözəl bir maşın bu oyunda. Biraz deyim kimi ağırlığı da verməyə davam edəcək. 100 saat yeni maşın aldım. BMW XM. Oy da görünüşə baxın. Avarenlərə bax. İçəridə görünüşə bax. Oy da mavi işıq. Yer işıq yanır. Mükəmməl bir şeydir. Bir dənə də buna baxam. Drifti də var. Drift eləyəcəm. Yani süper də. Çox süper. Yəni öyle qavam qılmasaydım mən bilməm orada mən keçdim, kim keçdi. Yeni gələn güncəlləmə ilə ən azı 3 dənə maşınlar ala bildik bu oyunda. O Kia Sportage'i də bir şəkildə online'da kasıb alacağım. Alacağım yani bir şəkildə onu da. Yəni alırsa gəlin bir dənə bu top speed testini də bir eləyək. Polisin onun arxamdan orada işim var. Polis arxamdan yaxşı gəlmədi nə? O 250'dir. Bu aralar hamısı 250 basırlar. 250'ni hamısı görür normalde. Hamısı. Hamısı bilince bir tane daha aynıqlıq eləyək bundanca. O Toyota Cruiser'dan da hızlı değil o. Toyota Cruiser'dan da hızlı da maşın. Önden sevdiğim hamısı birbirinden hızlılar.
Biraz hızlanabilir misin? Son ben kavama. Bu kavama çıkma. Kavama çıkma. Ulan sür de. Ali Baba'nın bir çiftliği var sür. Ali Baba sür. Ali Baba'nın bir çiftliği var. Çiftliğinde inekleri var. Ben süreceğim. Ben kavama kıracağım. Şey. Ali Baba'ya bak. O Ali Baba'nın bir çiftliği var. Yolunu kırasıydı azıcık ala. Ali Baba'nın bir çiftliği var. Asasıydı azıcık ala beni. Zor kurtardım o yani. Yani bu Ali Baba həmişə belə oyunlarda da bilmirəm kimdə, amma yəni o hər şəkildə də ortalıqda. Abi bizim pullara bax. 42.642. Bir dənə taslan var ya, bax da. Yalnız olan eşək dedim. Ali Baba'nın bir çiftliği var. Ali Baba bir ucuməm. Ali Baba'nın bir çiftliği var. Ucumə qavamı qırmaq istəyirdi. Mən bir şəkildə qavağını qırıb keçə bildim ya. Maşın dayanmır ki, zor saxlayıram. 100 tasla yeni maşın aldıq bu gündə. Dana Toytaland idi, bir dənəsi də bu oldu. Abi da oyunu tanıyamırıq. Məhəmməd idi də, deyəsən o söz deyir. Oyunu da tanıya bilmirik. Onayla da yeni şəhər gələndə elə bir şey biraz konsumatorşa tanınmamazlıq baş verdi həvir. Abi biz yeni şəhərdə ən azından burada 2 evlər var. Abi burada bax orada bir dənə qəşəng qaraj var. Şəhərin yaxşı yerində orada bir qaraj var. Bir dənəsi də burada var. Mən bilən olar taslağadır yəni. Mən bilən olar taslağadır. Sonra driftə baxarıq əlbəttə ki. Bu maşın nə qəşəngdir. Yığdırsaq nətər olar hə? Ötdük hə. Səhv eləmirəmsə bu da bura gəlmiş olmalı da. Çoxsu buradadır maşınlarımızın. Yarısı bura gəlir. Tabii qaraj tamamlanır. Bazı iş tamamlandı. Başqa bizim bir dənə bu rezidensidə biraz əsik var. Onları da bax tutturacağım mən də nətər olsa. Yavaş-yavaş bu oyunu dağıdırıq. Arxa maşının pəncərə qismında bir şey gördüm mən. Oğlum nədir? Allah bu bir şey burada led işıq var. Bu nədir? Led işıq da ha. Mən bilən onun led işıq olmalıdır. Jack Titan Cruiser'dən də qəşəng yarışır bu BMW-dən. O Titan Cruiser aldı mı? Titan Cruiser yaxşı yarışmadı. Baxacaq bu nətər olar. O dönən aldığım 175 idi. Bunun başaya basmağı qəşəng olar. Ay niyə həmişə mənə qavama çəkirsiniz? Rəngini dəyişməyə ehtiyac var yaraf. Abi içinə qəşəngdir. İç bomba kimidir? İç. Bunun iç bomba kimi. 100 taslığa satılan bir maşındır. Yığdırsaq nətər olar? Yığdırsaq da bəlkə bomba kimi gəlir. 250-dən çox yığdığını da düşünürəm. Əminəm ki, qəşəng maşına sahibdir. Səhv eləmirəm, danışamadım. Bugün yeni maşın aldım deyənə biraz heyecanlandım. Səhv eləmirəmsə bu Car Simulator-ın 72-ci bölümü olmalıdır. Səhv eləmirəmsə 72-ci bölümdə ola bilər, yoxsa 71-ci bölümdür yox. Yəni dəqiq bilmirəm də, hər halda elədir. Hər qaldırma bir reklam gəlmək zorundadır, nə olar da. Bax eləyir bu. Tamam, çıxardılma baş verdi. Düşdün ki aşağıya. Bomba kimi aşağıya düşdü. Drift şahsərinə doğru gedirəm.
Bir eləyəm cavabını drifti nə tərdi yaxşı. Drifti burada da bir eləyək testini çıxardaq. Oy, dəymə, nə olur dəymə, qəşəng. O drifti çox qəşəngdir. Drifti qəşəngdir bax. Ortancıl bir drifti var. 2000'den çox qalxdı. 2 dənə Tesla var. Oh. Hep basanmadım driftə. Tapşırığa girmə. Bir çox işləri görmək bu oyunda dəyişilmə bir yer alıqdı. Yəni hər şey dəyişitdi oyunda da. Oyunda çox dəyişməyən çox şey qalmayıbdı. Hər şey dəyişitdi. Baxın indi söndürdüm. Üstündəki işıq da söndü. Ben bir dənə o işindən görünüşünə baxaram. Qəşəng. Of, Bentley'dən də qəşəng drift elədi. Ay, çırpma. Çırpmasaq da ən azı 2200-dən çox yığdıq. Bu nedir? Çırpacaktım. Azıcık da yani çırpacaktım. Orada biraz gır kurtardı. Son 5248 yığıldı. Ha bundan en az bir 19.000 drift puanlamasına qalxar o herhalde. 20.000 də görə bilər yani. Ya bu niye çırpıram ki? Her səfərində çırpılır mı? O ne güzel drift değil yani. Bu dümdüz yolda şu an hala bir tane bakım dümdüz yolda. Oy. Sakın çırpma. Ay da çırp yerdim de mən günah. Mən niye çırptım ki orada? Heyecanlananda belə olur da. İnşallah daha növbəti maşında çırparım. Növbəti maşına çırpmasam bu daha yaxşı bir şey. 146. Xoşum gəldi maşından. Bunun özü də fəna deyil, qəşəng maşındır yəni. Eyni zamanda da çox gözəl bir maşındır. BMW X-M. Mükəmməl idin. Yəni çox mükəmməl idin. Aşırı dərəcədə inanılmaz mükəmməl idin. Bu maşını bəyəndim. Şaxta babaya bax abi, Şaxta baba. Ay Şaxta baba yeni il çıxdı. Nə gəzirsən elə də buralarda? Ay Şaxta baba yeni il çıxdı. Maşallah da gəzirsən buralarda. Daha bir yeni il çıxdı axı. Ola yeni il də çıxdı da bu Şaxta baba. Yenə rəsmi var orada. Daha almam net olsa daha yeni qutardı da niyə aram ki boş. Dem daha bir yaxınlarda ümum xalq gündə o günə qədər daha Şaxta baba olacaq ki, hələ o da olma. Keçən il elə bir ki, keçən il elə də öyle idi bu oyun. Yəni keçən il elə də öyle idi bu oyun. Biraz dəyişikliklər baş verdi. Yəni onun dışında da mükəmməl oldu. Bu maşından müthiş bir şəkildə xoşum gəldi. Davam edəcək Kartimetor ki, ən qısa sürədə bu oyunda biraz maşınlara bir ağırlıq verim. Nə qədər maşın varsa alıma bir də mən bu fotoğrafını çəkib maşınların sayısına baxım indi. Birazdan net olsa YouTube'da şəklimiz də hazırdır. Nə qədər maşınımız var toplam oyunda? 39 dənə maşın almışam mən bu günə qədər. Yəni əgər belədirsə 111 dənə arada maşınımız qaldı səhv eləmirəmsə. 110 yox, 111 dənə maşınımız qaldı da. Bu 111 dənə maşın 111 mi? Nəsə də. Ya saymışım mı pozulmuş? Yoxsa mən çox elə bir şey qabağa getdim.
100, məsələn 190, 89 dənə maşınımız əksikdir oyunda. Toplam 89 dənə maşınımız yoxdur oyunda. 89 dənəsini də alaq. Yəni 89 dənə maşınımız var alınası hələ. Vay be, bax burada da qırmızı görsənir maşın. Uf. O nə mükəmməl imiş. Davam yox dediyim kimi 40-cı maşınımızı da alacaq. 40-cı maşın nədir? Bunu yorumlarda görəcək hep birlikdə. Sonraki videolarda görüşmək üzrə. Salamat qalın.